Bismillah. Həyat dəyişir, bu bürclər yeni dövrə başlayır. Həyat həqiqətən də sabit deyil, amma hamısı birdən dəyişir kimi təqdimatlar. Yenə də bəzi bürclər üçün indi daha güclü dönüş enerjisi var. Gəlin real və hiss olunan dəyişikliklərə baxaq. Qoç, yeni başlanğıcların tam ortasındasan. Uzun müddət gözlədiyin addımı atmaq üçün qorxunu kənara qoymalısan. İş və şəxsi həyatında sürətli qərarlar taleyini dəyişə bilər. Xərçəng, daxili dəyişiklik dövrüdür. Sən artıq əvvəlki kimi düşünmürsən. Bu xüsusilə münasibətlərdə böyük qərarlarla nəticələnə bilər. Qız, planların reallığa çevrilir. Uzun zamandır çəkdiyin zəhmətin qarşılığını almağa başlayırsan. Maddi sahədə də tərpəniş var. Əqrəb, köhnə həyat bağlanır, yenisi açılır. Bu dəyişiklik qəfil görünə bilər, amma əslində uzun zamandır gəlirdi. Risk alsan böyük qazanacaqsan. Dolça, sənin üçün restart dövrüdür, yəni yeni mühit, yeni insanlar və fərqli düşüncə tərzi həyatını tam dəyişə bilər. Ümumi mesaj, bu bürclər üçün dəyişiklik şansdan çox seçimlərlə bağlı olacaq. Əgər fürsəti görüb hərəkət etsən, həyat doğrudan da yeni mərhələyə keçir, yoxsa hər şey əvvəlki kimi qalacaq.